Nərim gənc müsəlmanlarda eşitdiyimiz, gördüyümüz nələrdir? Bizim cəmaət belə, bizim imam belə. Ha, baxırsan ki, insanları dindən soyudurlar. İnsanlar haraya gedir, hər kəs öz imamını tərifləyir və digərlərini də pisləyirlər. Neçə-neçə belə məclisdə otururam, iki müsəlmandır. Biri onun imamını bəyənmir, digəri o birisinin imamını bəyənmir. Biri deyir, gəl mənim imamımın dərsinə, o biri deyir, qardaşlar, nə olub sizə? Sən də get onun dərsinə, o da gəlsin sənin dərsinə. Yəni, bu nə ayrı seçkilikdir, bu nə prinsip daşımaqdır. O deyir, mənim cəmaatım belə, bu deyir, qardaşlar, bu cəmaat fikirləri, bu cəmaat danışmaq, yəni bunun həqiqəti də var, batili də var. Bəli, din cəmaatdan ibarət, amma cəmaat deyib insanları batilə çəkmək lazım deyil. Din ümmətçilik dindir. Bir insan namaz qılsın, şərt deyil hansısa cəmaata gəlsin. Qoy evində namaz qılsın. Şərt deyil gəlsin hansısa cəmaata. Yəni bu kuruq, bu cəmaat, bu atmosfera, bunlar keçicidir və bunlar qəbirdə bizə fayda verməyəcək. Ona görə müsəlmanlar ayılmalıdır və dinlərini öyrənməlidirlər. Dinlərini öyrənib o cür yaşamalıdırlar. Barakallahu fikum.